Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Muhterem Müslümanlar, İmam En-Nevevi'nin Riyadus Salihin kitabından Səbir bölümünü, hədislərini keçməyə davam edirik. Və bu məclisimizdə inşallah İmam En-Nevevi'nin səbir etməyə təşviq edən hədislərindən üçünü götürəcəyik inşallah. Birinci hədisimiz Ata ibn Əbi Rabah radiyallahu anhudan rəvayət olunur. قال لابن عباس ألا أريك امرأة من أهل الجنة. Ata ibn Əbu Rabah deyir ki, bir dəfə İbn Abbas mənə dedi, sənə cənnət əhlindən olan bir qadını göstərimmi? Fəqultu bələ, mən əlbəttə göstər dedim. Qalə hədihil mər'atus səvdə. İbn Abbas dedi, budur bu zənci qadın. Ətətin nəbiyyə sallallahu aleyhi və səlləm fəqalət inni usra'u və inni ətəkəşşəfu fəd'ullaha təalə li. İbn Abbas dedi, budur bu zənci qadın, o Peyğəmbərin yanına gəlib, dedi Peyğəmbər sallallahu aleyhi ve sellemə, məndə tez-tez bayılma halları olur. Bayılma halları, yəni epilepsiya deyirlər bizdə, özündən gelir, özünün huşsuz hala düşür. Məndə tez-tez bayılma halları olur. Və bu vaxt bədənimin bəzi yerləri açılır. Mənim üçün Allaha dua et, sağalım. Fəqalən Nəbiyyü sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, İn şi'ti sabərti və ləkil cənnə və in şi'ti də'avtullaha təalə ən yuafiyəkə. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, istəsən səbr et, bunun əvəzində sənə cənnət nəsib olsun. İstəsən də dua edin, Allah sənə şəfa versin. Fəqalət, qadın dedi ki, asbiru, yəni səbr edərəm. Fəqalət, inni ətəkəşşəfu, fəd'ullaha ən lə ətəkəşşəfə. Qadın dedi ki, səbr edərəm, lakin bədənimin bəzi yerləri açılır. Allaha dua et ki, üstüm açılmasın. Fədə'a ləhən nəbiyyü sallallahu aleyhi və səlləmə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də onun üçün dua etdi. Bu hədisi Buxari və Müslim rəvayət edib. Və bu hədis demək, xroniki xəstəlikdən əziyyət çəkən insanlar üçün bir təsəllidir. Xroniki xəstəlik, yəni sağalmayan bir xəstəliklər olur. Yəni burada söhbət epilepsiyadan getsə də, yəni bayılma xəstəliyi, amma digər xəstəliklər də, əgər bir insan hansısa bir xroniki xəstəlikdən əziyyət çəkirsə və buna səbr edirsə və savabını da Allahdan umursa, onun üçün cənnət var. Və necə ki, bu qadın, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ona buyurur ki, istəsən səbr et, sənə cənnət, yəni qarşılığında sənə cənnət var. Və ona görə alimlər deyirlər ki, əgər bir insan Allah Teala onu hansısa bir xəstəliklə imtihan edibsə və bu insan bu xəstəliyi səbr edib savabını Allahdan umursa, Allah Teala ona müqabilində cənnəti verər. Yəni bu əməl, yəni cənnətin qazanmasına səbəb olan əməllərdən biridir. Və bu hədis, yəni xüsusən də qadınlar, necə ki, burada qadından söhbət gedirdi, xüsusən də bütün insanlar və xüsusən də qadınlar. Və bu hədis əslində çoxlu ibrətlərlə doludur.
çoxlu faydalarla doludur. İndi inşallah biz onların bəzilərinə toxunacağıq. Yəni bu qadın Peyğəmbərimiz sallallahu aleyhi ve sellemlə əsas iki şeyi şikayət elədi. Birincisi xəstəliyini, ikincisi isə bədəninin bəzi hissələrinin açılmasını. Və ona görə də fikir verin, təsəvvür edin ki, yəni bir qadın, məsələn, bu qadın, yəni təsəvvür eləsək, təsəvvürümüzə gətirsək ki, məsələn, bu qadın bayılır, yəni hicablı qadındır, bayılır. Sizcə bədənindən nə açıla bilər ki? Uzaq başı ayağının bir hissəsi və sair əli, amma fikir verirsiniz, bu qadının həyasındandır ki, bu qadın onu da qəbul edə bilmir. Yəni qadının imanına baxın və həyasına baxın və əxlaqına. Ona görə də alimlər qeyd edirlər ki, bu hədis əxlaq, gözəl əxlaq və həmçində həya məsələsində çox örnək olan bir hədisdir. Fikir verin, yəni cüzi bir hissələri açılır, halbuki, fikir verin, həmin qadının o bayıldığı vaxt bədəninin görsənən bir hissəsinə görə Allah ona günah yazmır. Qadın da bunu gözəl bilir ki, yəni yazmır buna görə, çünki qəsdən etmir onu, qəsdən etmirdi. Amma buna baxmayaraq qadın bunu qəbul edə bilmədi. Ağır gəlir onu, deyir ki, üstüm açılır, yəni bəzi yerlərim açılır, Allaha dua et ki, açılmasın. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də onun üçün dua edir. İndi fikir verin, qəsdən bədənini açanlar necə? Yəni bu qadınla o qadınlar yəni müqayisə ediləsidirmi? Heç müqayisə ediləsi deyil. Bilir ki, Allah ona günah yazmır buna görə. Və bilir ki, çox cüzi bir hissəsi açılır. Amma buna baxmayaraq yenə də həmin qadın ona ağır gəlir. Yəni həyadan, abırdan irəli gəlir bu. İrəli gəlir. Yəni ona görə alimlər deyirlər ki, qadının nə qədər abrı, həyası çox olarsa, o qədər demək bədənini örtər. Yəni ona görə bədəninin açıq qoymasını isə bu demək nədən irəli gəlir? İmanın zəifliyindən. Və ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu qadını müjdələyir. Və həmçinin qardaşlar bu hədisdə dəlil var nəyə? Qadın gəlir Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin yanına deyir ki, mənə dua et. Bu hədis dəlildir ki, əməli salih insandan, həmçinin sağ və yanında olan, yəni qaib olmayan, qeybdə olmayan insandan, əməli salih insandan dua istəmək olar, icazəlidir. Və bu, bildiyimiz təvəssülün növlərindən biridir. Yəni, İslam dini buna icazə verir. Sağ insandır, əməli salih insandır və ya alimdir və ya valideyndir. Yaxınlaşırsan, deyirsən ki, mənə üçün dua elə. Yəni, bu icazəlidir. Nə vaxt olmaz, bəziləri dua edir ölülərdən. Ölülərdən istəyirlər. Halbuki, ölülərdən istəmək, bu ən aşağısı, yəni əgər birbaşa ondan istəmirsə, ən aşağısı bidətdir. Amma şirk, həmçinin böyük şirkə gətirib çıxarda bilər. Və həmçində yanında olmalıdır, hazır olmalıdır. Yəni yanında, yoxsa bəzi sufilər kimi qeybdə şeyxim, nə bilim, filan şəhərdədir, filan ölkədədir, buradan şeyxi ilə əlaqəyə girir, deyir, mən şeyximə müraciət edirəm, şeyxim mənə eşidir, ey şeyxim, sən Allahdan filan şey istə və s. Yəni, bu da xurafatdır. Belə bir şey də gəlməyib. Və ona görə də dua istəmək olar, bu icazəlidir, hazır olan insandan, yanında olan insandan əməli salih, həmçə əməli salih olmalıdır. Yoxsa fasik və yaxud xurafatçı, sehirbaz və s. bu insanlardan deyil. Və demək, qardaşlar, yəni, o ki qaldı ayəyə, Allah Teala Quranda buyurur ki, Nisa surəsində,
وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ وَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا. Bu ayəyə gəlincə, əgər onlar özlərinə zülm etsəydilər, etdikləri vaxt sənin yanına gəlsəydilər, Allahdan bağışlama diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlama diləsəydi, o zaman Allahı bağışlayan və rəhimli görərdilər. Bu, Peyğəmbər s.ə.v-in sağlığına aiddir. Sağlığına aiddir. Yəni, bu, Peyğəmbərimiz s.ə.v öləndən sonra etmək düzgün deyil. Və buna da dəlil nədir? Deməli, Ömər ibn Xattabın dövründə quraqlıq oldu. Quraqlıq baş verdi. Və Ömər ibn Xattab nə elədi? Yağış namazı qıldı və Abbası çağırdılar. Peyğəmbərimiz s.ə.v-in əmsini. Sözsüz ki, Abbas fəzilət baxımından Peyğəmbərimiz s.ə.v-dən aşağıdır. Düzdürmü? Yəni, əgər ölən insandan dua etmək icazəli olsaydı, onda niyə Abbasa deyirlər? Birbaşa gedərdilər Peyğəmbərimiz s.ə.v-in qəbrinə və deyərdilər ki, ey Allahın elçisi, bizim üçün dua ilə yağış yağsın. Amma onlar nə elədilər? Abbası çağırdılar. Çünki Abbas Peyğəmbərimiz s.ə.v-in əmsi idi, sağ idi və fəzilət baxımından ondan aşağı da olsa əhl-i beyt idi. Və dedilər ki, və Allaha dua elədi və dedilər ki, ey Abbas, Peyğəmbərimiz s.ə.v sağ olanda biz ona müraciət edirdik. İndi isə sənə deyirik, dua elə Allaha. Və o da dua elədi, yağış yağdı. Və həmçinin başqa bir hədis, Peyğəmbərimiz s.ə.v Buxaridə gələn hədisdir. Ayşə radiyallahu anhə deyir ki, وَلَوْ كَانَ وَأَنَا حَيٌّ اِسْتَغْفَرْتُ لَكِ وَدَعَوْتُ لَكِ. Yəni deyir ki, əgər Ayşə radiyallahu anhə demək, başı ağrıyır və Peyğəmbərimiz s.ə.v deyir ki, sən mənim ölməyimi istəyirsən, belə bir söz işlədir. Peyğəmbərimiz s.ə.v nə deyir? Deyir, əgər mən sağ olsam, belə də deyir, وَأَنَا حَيٌّ, mən sağ olsam və sənin başına belə bir iş gəlsə, ölsən, mən sənin üçün Allahdan bağışlanma diləyərəm və dua edərəm sənin üçün. Bir şey verin. Demədi ki, mən öləndən sonra da eləyərəm. Dedi ki, mən sağ olsam, وَلَوْ كَانَ وَأَنَا حَيٌّ اِسْتَغْفَرْتُ لَكِ وَدَعَوْتُ لَكِ. Və ona görə bu hədis dəlalət edir ki, bir insandan dua etməyə icazəlidir, əgər insan sağ və əməl salih və həmçində demək, yanında olarsa. Və həmçinin bu hədisdə nə fayda var? Fayda budur ki, insan, xüsusən də qadınlar, gərək Allaha dua eləsinlər. Dua eləmək, Allahdan dua istəmək lazımdır ki, Allahım övrətimi ört. Necə ki, Peyğəmbərimiz s.ə.v bu hədisdə dua elədi qadın üçün. Və ondan sonra qadın açılmadı heç vaxt üstü. Hətta özündən geçsə də açılmırdı. Və bu hədis dəlalət edir ki, insan da gərək, istər kişi, xüsusən də qadınlar, yəni dövrümüzdə fitnə, fəsadın yayıldığı bir dövrdə qadınlar gərək dua eləsinlər. Və biz əgər sünnəyə baxsaq, görərik ki, bəli, Peyğəmbərimiz s.ə.v-dən gələn bəzi dualarda övrətimi ört, Peyğəmbərimiz s.ə.v dua edərdi. Və onlardan biri də səhər-axşam zikirlərində. Allahumma inni əs'əlükəl əfu vəl-əfiyə fid-dünya vəl-əxirə. Allahumma inni əs'əlükəl əfu vəl-əfiyə fi-dini və dünyaya və əhli və mali. Allahumma astur əvrati və əmin rəv'ati. Allahım, övrətimi ört və qorxduğum şeydən məni demək, əminaman et. Bu dua səhər-axşam zikirlərində gəlir. Həmçinin başqa bir hədis var, Tabarani rəvayət edir və həmçində Şeyx Albani Həsən deyib hədisə. Bir dua var, o duanı istənilən vaxt demək olar. Yəni, eyni mənadadır. Deməli, gəlir ki, Allahumma astur avrati və əmin rəv'ati vəqdid anni deyni. Yəni, Peyğəmbərimiz s.ə.v belə dua edərdi. Allahım, övrətimi ört, qorxduğum şeydən məni əminaman et və mənim borcumu ödəməkdə mənə yardım et. Yəni, bu duanı isə istənilən vaxt demək olar. Və ona görə də bu duanı demək lazımdır. Xüsusən qadınlar indiki dövrümüzdə, yəni fitnə fəsadın yayıldığı bir dövrdə. Növbəti hədisimiz
Abdullah ibn Məsuddan rəvayət olunur. Abdullah ibn Məsud deyir ki, Kəənni ənzuru ilə Rasulillahi sallallahu aleyhi ve sellem yəhki nəbiyyən minəl ənbiyyə salavatullahi və selamuhu aleyhim darabəhu qavmuhu fəədməvhu və huvə yəmsəhu dəmə ən vəchihi yəqul Allahümmə xfir li qavmi fəinnəhum lə ya'ləmun. Buxari və Müslim rəvayət edir. Abdullah ibn Məsud deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Rasulullahın peyğəmbərlərdən olan biri, yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellem özündən əvvəl olan göndərilən peyğəmbərlərin biri barədə danışır. Peyğəmbərlərin birinin başına gələn hadisəni göstərirdi. Yəni burada yəhki, yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellem həmin peyğəmbərin başına gələn bir hadisəni, yəni etdiyi hərəkətlərlə özü də onu sahabələrinə göstərirdi. Deyir ki, Abdullah ibn Məsud, Rasulullahın peyğəmbərlərdən birinin başına gələn hadisəni göstərməsi sanki gözünün qabağındadır, önündədir. Yəni, sanki mən indi danışan vaxt deyir ki, sanki mənim gözümün qabağındadır. Belə ki, qövmü onu vurub, al qana boyamış, o isə qanı üzündən silərək, Allahım qövmümü bağışla, çünki onlar haqqı bilmirlər deyirdi. Yəni, bu hədis isə, yəni əvvəlki hədis xəstəliklə əlaqəli idi, yəni insanın başına gələn xəstəlikləri səbr etməsinin savabı. Bu isə insanın başqa insanlardan əziyyətə səbr etməsini göstərir. Xüsusən də dəvətçi. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem əvvəlki Peyğəmbərdən danışır. Və bu Peyğəmbərimiz sallallahu aleyhi ve sellem əvvəlki Peyğəmbərdən danışması bu nə üçündür? Onun üçündür ki, biz onu özümüzə örnek götürək, nümunə götürək. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, Uləikəl-ləzīnə hədəlləh fəbihudəhu muqtədih. Allah Teala buyurur ki, Peyğəmbərə, bunlar bizim hidayət verdiyimiz insanlardır. Və sən də onların yolunu tut, yəni Peyğəmbərlər. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem özündən əvvəl olan bir Peyğəmbərin halını danışır və burada yəhki nəbiyyən ərəb dilində yəni hərəkətlərlə göstərməsidir. Yəni əslində, qardaşlar, ümumiyyətlə, başqa bir insanın hərəkətini eləmək İslam dinində qadağandır. Yəni etdiyi bir hərəkəti təkrarlamaq. Bizdə hətta parodiya da deyirlər də, belə deyək, parodiya. Bu qadağandır. Çünki niyə görə? Bu da qeybətdən sayılır. Yəni, başqa bir insan, məsələn, belə yeriyir və sən də deyirsən ki, və yaxud onun kimi yeriyirsən, deyirsən, bu kim belə yeriyir? O da məclisdə yoxdur, və yaxud məclisdədir, fərq eləmir. Və yaxud belə danışır, və yaxud belə, məsələn, başını qaşıyır, və yaxud bu, İslam dinində buna həkə deyirlər, yəni bir insanı yamsılamaq. Bu yamsılamaq olmaz, qadağandır. Lakin burada Peyğəmbərimiz sallallahu aleyhi ve sellem öyrətmək üçün və əli ilə göstərirdi ki, həmin Peyğəmbər, məsələn, qanı üzündən silərək belə deyirdi. Yəni, burada o qəsd olunur. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem özündən əvvəlki bir Peyğəmbəri eyni hərəkətlərini təkrarlayıb. Və məqsəd də nədir? Öyrətmək. Və xüsusən də dəvətçi, yəni Allahın yoluna dəvət edən insan, demək, insanlardan, başqa insanlardan əziyyət görə bilər və bu labüddür, görür. Düzdür, görməyə də bilər, amma adətən görür və səbr etməlidir. Həmçinin lap bir dəvətçi olmasa da. Çünki insan həyatda baxsan başqa insanlardan da əziyyət görürsən və bu da səbrə ehtiyacı var. Və ona görə dəvətçi əgər səbir etməsə, o zaman o dəvət edə bilməz. Və başına gələn ilk, məsələn, hansısa bir hadisədə dəvəti tərk etsə, alınmayacaq. Səbr etməlidir. Və alimlər, məsəl üçün, dəvətçini həkimə bənzədirlər. Deyirlər ki, necə ki, məsələn, çünki dəvət edən insan da, yəni Allahın dininə dəvət edən insan da həmin insanın qəlbini müalicə edir. Yəni, bir insan əgər azıbsa, doğru yolda deyilsə, demək, qəlbi xəstədir. Və dəvətçi onu qəlbini müalicə edir. Və bu, onu görə də həkimə bənzədirlər. Necə ki, həkim, məsələn,
xəstə insanı müalicə edərkən, xəstə ona söyə də bilər, onu söyə də bilər, döyə də bilər, əldə qaldıra bilər. Ondan müəyyən, belə deyək, kobudluqlarla rastlaşa bilər. Amma bunların rəğmən həkim neyniyir? Səbr edir və başa düşür ki, bu onun belə deyək, ağrıdandır və s. Neyniyir? Səbr edir və öz müalicəsini davam edir və tamamlayır. Səbr edir ki, əgər həkim, məsələn, xəstə ona bir şey desə, onun xətrinə dəyən bir söz desə, həkim onu tərk eləsə, tamamlaya bilməyəcək müalicəni. Müalicə yarımçıq qalacaq. Hətta insan ölə də bilər. Və dəvətçi də belədir. Dəvət edən insan, xüsusən hər yerdə, fərq eləmir, ailədə, belə deyək, qohumlar içində, kənddə, qəsəbədə və s. qonşular içində. Dəvət edən insan gərək birinci mülayim olsun. Ondan sonra səbr etsin. Yəni, qarşı tərəfin kobudluqlarına və s. səbr eləməlidir. Gözəl sözlə, gözəl əxlaq göstərməklə, hədiyyələr verməklə, yəni bu kimi şeylərlə gərək qarşı tərəfin qəlbini ələ alasan. Necə ki, Allah Taala demək buyurur ki, bir ayədə Furqan Səcdə surəsində deyir ki, buyurur ki, وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَدْعُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ. Allah Taala deyir ki, buyurur ki, onlar, biz onlardan, yəni İsrail oğullarından bizim əmrimizlə doğru yola yönəldən imamlar, rəhbərlər təyin etdik. Nə zaman? Ləmmə sabəru. O zaman ki, onlar səbr etdilər və kənu bi ayətinə yuqinun və ayələrimizə də yəqin inanırdılar. Ona görə də alimlər qeyd edirlər ki, bir insanın imam olması üçün, yəni dində örnək olması üçün mütləq səbir və yəqinlik olmalıdır. Və ona görə də qardaşlar, yəni bu hədis bizə göstərir ki, insan səbr etməli, yəni pisliyi yaxşılıqla qarşılamalıdır. Və həmçində qeyd elədik ki, bəyənilmir, yəni haramdır bir insanın başqa bir insanı neynəməsi, yamsılaması, yalnız öyrətmək baxımından nəyisə göstərmək olar. Bir hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, Əbu Davud və Tirmizi rəvayət edir. Deyir, mən uhibbu ənni həkeytu insanən və ənə li kədə və kədə. Deyir, mənə bu qədər mal dövlət versələr də, mən hansısa bir insanı yamsılamağı xoşlamıram, etmərəm, bəyənmərəm. Və bu hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm qeyd edir ki, Peyğəmbərlərdən biri qövmü onu döyüb, vurub, səhv edin ki, üzünə vurub. Yəni bu çox belə deyək, ağır bir əziyyətdir əslində, əzabdır. Üzünə vurublar və üz-gözünü al-qana boyayıblar. Yəni üzü qanıyıb. Və buna baxmayaraq o nə deyir? Deyir ki, dua edir, deyir ki, Allahumma xfir li qavmi fə innəhum la ya'lamun. Allahım qövmümü bağışla, həqiqətən onlar bilmirlər. Və İbn Qeyyim qeyd edir ki, bu duada, yəni həmin Peyğəmbərin belə bir halda duasında 4 yaxşılıq var. Yəni onların pisliyini 4 yaxşılıqla qarşılayır. Birincisi, onlara əfv edir. Əfv edir. İkincisi, onlar üçün bağışlanma diləyir. Allahumma xfir li qavmi. Üçüncüsü, onlara üzür gətirir. Deyir, onlar bilmirlər, yəni üzür gətirir onlar üçün. Və dördüncüsü isə nə deyir? Onları yenə də özünə nisbət edir. Deyir, qövmüm, yəni mülayim onları demək qarşılayır. Qövmüm, demir bu insanlar, deyir qövmüm. Ona görə İbn Qeyyim qeyd edir ki, burada bu hədisdə, bu Peyğəmbərin duasında onların pisliyini 4 cür yaxşılıqla qarşılayır. Və ümumiyyətlə, qardaşlar, yəni insanların əziyyətinə səbr etməyin yolları var və bu yollar, bu səbəbləri İbn Teymiyyə öz kitablarında gətirir və Şeyx Abdurrazzaq bunları cəm edir. 20-yə yaxın səbəb var ki, insanların əziyyətinə səbr etmək.
Düzdür, kitab tərcümə olunmuyor. Ümid edirəm inşallah Allah müvəffəq eləsə onları keçmək olar. Yaxşı bir mövzudur. 20 Abdurrazaq cəm edib 20 səbəb insanların əziyyətinə səbr etmək. Onlardan çoxdur. Səbəblərdən biri budur ki, insan demək fikirləşməlidir ki, bunlar hamısı Allahın qədəri ilə baş verir. Sonra öz günahlarını düşünməlidir. Çünki Allah təala buyurur ki, sizin başınıza gələn hər bir müsibət sizin günahlarınız ucbatındandır. Çoxdur, yəni səbəblər çoxdur. Şeyx orada gətirib və inşallah Allah nəsib eləsin və ərəb dili bilən qardaşlar ora qayıtsın, oxusun. Amma inşallah Allah müvəffəq eləsə qardaşlardan biri və yaxud keçərik həmin kitabı. Və Allah təala Quran-ı Kərimdə buyurur ki, İdfə billəti hiyə əhsən. Allah təala buyurur ki, pisliyi yaxşılıqla qarşıla. فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ. Əgər belə etsən, o zaman səninlə arasında düşmənçilik olan insanı sanki yaxın bir dost görərsən. Və sonra Allah təala buyurur ki, وَمَا يُلَقَّاهَ إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَ إِلَّا ذُو حَظٍّ عَظِيمٍ. Bunu, yəni bu səbri kim edər? Yəni pisliyi yaxşılıqla qarşılayan, yalnız səbr edənlər və həmçində böyük pay sahibləri belə edər. Və həmçində Allah təala nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə? "Və ləv kunte fazlan ğalizal qalbi lanfaddu min havlik." Əgər sən sərt qəlbli və kobud olsaydın, o zaman insanlar sənin ətrafından dağılışıb gedərdilər. Və sonuncu hədisimiz Abu Said və Abu Hureyradan rəvayət olunur. Hər iki sahabə bu hədisi rəvayət edib. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm dedi: "Mə yusibul muslimə min nasabin və la wasabin və la hammin və la hazanin və la əzən və la ghammin hatta şəvkətu yuşakuha illə kəffərəllahu biha min xatayahu." Hədisi Buxari və Müslim rəvayət edib. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir xəstəlik, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət və elə bir dərd, hətta ayağına batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah o müsəlmanın günahlarını bağışlamasın. Yəni kəffarə olsun. Və bu hədisdə fikir versək, 3 söz qeyd olunur. Əl-həmmu, yəni kədər, əl-ğammu, dərd, əl-huzun, üzüntü. Yəni əslində bunlar hamısı sinonim sözlərdir. Dərd, kədər, qəm, üzüntü. Sadəcə ərəb dilində isə əl-həmmu bir insanın gələcək barədə sıxıntısıdır. Yəni gələcəkdə hansısa bir məsələ ilə əlaqəli sıxıntı keçirirsə, buna deyirlər əl-həmmu. Və bizim Azərbaycan dilində buna dərd desək daha uyğun gələr. Yəni zamana görə fərqlidir. Əl-ğammu isə hal-hazırda olduğu bir hal dövrdə nəsə bir çətinliklə əlaqəli sıxıntı keçirirsə, buna deyirlər kədər. Yəni kədərlənir. İndiki dövrdə nəsə bir hal-hazırda bir hadisə baş verir. Buna deyirlər əl-ğammu ərəb dilində. Əl-huzn, həzən isə ötüb keçən bir hadisə barədə. Və buna deyirlər üzüntü, belə deyil, üzüntü daha uyğun olar tərcümə. Yəni insan əgər gələcəklə əlaqəli bir məsələ var, sıxıntı keçirirsə, buna deyirlər əl-həm. Olduğu dövrdə buna deyirlər əl-ğam, keçmiş dövrdə isə buna deyirlər əl-hüzn, yəni üzüntü. Və bu hədis göstərir ki, ümumiyyətlə müsibətlər demək kəffarədir insan üçün. Kəffarədir. Hətta fikir verin, ayağına batan bir tikan belə və yaxud barmağına batan tikan belə əslində çox sadə bir şeydir, amma buna görə də Allah təala səni günahlarını bağışlayıb. Və ümumiyyətlə qardaşlar, bu hədislə əlaqəli bir məsələyə toxunmaq istəyərdim. Alimlər bir məsələyə toxunurlar bu hədislə əlaqəli. Deyirlər ki, ümumiyyətlə insanın başına gələn bir müsibət, İnsan bu müsibətə görə bildir, kəffarədir, düzdürmü? Lakin savab qazanırmı eyni zamanda? Çünki bəzi alimlər deyirlər ki, insanın başına gələn müsibətlər
həm savab qazanır, həm də demək kəffarədir. Amma bəzi alimlər deyirlər ki, yox, savab qazanmır, yalnız kəffarədir. Və savab nə vaxt qazanır? Əgər səbr edərsə, şükür edərsə və razılıq edərsə, qəlbən razılıq keçirərsə qəlbindən, bu halda bunlar savaba da çevrilir. Çünki insan ola bilər ki, başına gələn bir hadisədə səbr etməsin. Səbr etməzsə, demək ki, savab qazanmayacaq. Amma kəffarə var ona, kəffarə qazanır. Kəffarə günahlarına görə kəffarə olur. Amma savab qazanmır. Ona görə də alimlər belə bir sözü var, deyir, əl-musab mən hurimət-səvab. Əsl müsibətə düçar olan o insandır ki, o insan həmin müsibətdən, savabdan məhrum eləsin özünü. Budur əsl müsibət. Lakin insan başına gələn müsibəti savaba çevirə bilər. Və bu da necə? Səbr etməklə, Allaha asi olan sözlər işlətməməklə, qədərə qarşı çıxmamaqla, razılıq etməklə, şükür etməklə. Və necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm əvvəl keçdiyi hədisdə deyir, möminin halı necə də təəccüblüdür. Başına bir xeyir iş gələrsə şükür edər, savab olar. Bir müsibət gələrsə səbr edər, yenə savab olar. Ona görə səbr etsə savab qazanır. Lakin İbn Teymiyyə gözəl bir açıqlama verir, təfsilat verir. Deyir, əgər insanın başına gələn müsibət ibadətlə əlaqəlidirsə, yəni ibadət səbəbindən baş verirsə həmin hadisə, müsibət, ona görə savab da qazanır. Hətta səbr o əlavədir. Necə ki, məsələn, bir insan məscidə gedərkən ayağı burxuldu, məsələn, ayağı sındı və ya burxuldu. Buna görə, ibadətə getdiyinə görə, yəni ibadətdən dolayı bu baş verdiyinə görə ona savab da var. Səbr etsə daha da əlavə, şükür etsə daha da əlavə. Və yaxud kimsə məsələn həcə gedir, həcdə bir hadisə var, ümrəyə gedir, ümrədə xəstələnir. Və bu ibadətdən irəli gəldiyinə görə, bu bəla, müsibətə görə o savab qazanır. Amma əgər ibadətdən dolayı deyilsə, məsələn bir insandır, heç ibadətdən dolayı evdə xəstələndi. Çıxdı həyətə, soyuq dəydi ona, xəstələndi. Doğru olan budur ki, bu xəstəliyə görə o savab yazılmır ona. Nə vaxt savab yazılır? Əgər bundan sonra səbr etsə, şükür etsə. Amma günahlardan kəffarədir. Və istədim bu məsələni qeyd edeyim. Və demək, bu hekayə ilə əlaqəli, hədislə əlaqəli bir hadisəni danışır Şeyx Abdurrazaq. Deyir ki, bir dəfə bir toplum qardaşlardan dəvətə gedirlər və dəvətə gedəndə yolda hadisə baş verir. Bunlardan biri çox ağır xəstələnir. Xəstəxanaya düşür. Və deyir ki, həmin insan danışır ki, deyir, mənə ən çox təsəlli verən mənim yanıma gələn qardaşlardan birinin sözü oldu. Dedi ki, kaş ki, deyir, mən sənin getdiyin bu yolda ölərdim. Kaş deyir, mən sənin getdiyin bu, yəni sən xəstələnmirsən, xəstəxanaya düşmüsən, amma kaş ki, mən ölərdim. Deyir, onun bu sözü mənə deyir, çox təsirləndi və mənə deyir ki, mənə üçün deyir, sanki bir motivasiya oldu, mənə bir təsəlli oldu, mənə çox dəstək oldu bu söz. Yəni, ibadət üçün çıxmısan dəvətə, sən yaralanmısan, amma kaş ki, mən öləydim. Ona görə də qardaşlar, ümumiyyətlə, demək, başına müsibət gələn insan bilsin ki, yəni buna görə səbr etmək lazımdır, şükür etmək lazımdır. Niyə görə şükür edirsən ki, bundan da pis ola bilərdi və səbr edirsən, savabını Allahdan umursan ki, buna görə savab qazanasan. Bu qədər qardaşlar və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi ecmaîn.